Salam uşaqlar, mən Səlim. Deməli bugün bu videomuzda cihimdə 07-ni yazacağım. Deməli 07-ni yığmaq üçün mənə Zavodskoy 07-nin bəzi bir detalları lazım oldu. Deyəndə nətər deyim, yəni logosu, Vlad 2007 logosu, nə bilim yanında olan aksesuarlar falan, onlar biraz lazım oldu. Onlar da baxdım falan elədim. Deməli bu yanında bu aksesuarı elədim. Amma elə çox şey var. Vlad 2107 yazısı falan filan. Bu 07-ni sökək. Da sökməklə başlayaq. Rəng falan ayarlayaq və maşını deyil. Elə bildim üstündə nömrə var. Rəngini belə bir şey eləmək istəyirəm. Bunu belə eləyib. Parıldamır. Elə öz rənginə qaytaraq 07-mizi. 2 A2 bir A2 hazır. Hazır. İndi uşaqlar vuraq görək nələr uzaqdır. Belə eləsək bunu belə eləməyək. Rəngin belə eləsək. Belə eləsək. Belə yaxşıdır. Fırıyaq. Bugün deməli çox işimiz var. Təhcə 07 yığmayacağım. BMW-mizin də üstündə işləyəcəyik. Yəni bugün bildiyiniz çox, amma çox işimiz var. Belə, rəngi belə. Logosunu yığaq. Bunu biraz belə eləyək, biraz da bunu belə uzaraq. Orada yazımızı yazdık. Belə.
Belə. Uşaqlar, loqonu yığdım. Bilmirəm, pisdən yaxşıram nəyə loqo yığdıq. Dostlar, 07 məncə başım yaxaq. Yığmayaq məncə. 5 kəl daha vaxtı yığarığında dursun qarajda. Deməli, buradan 23 yığmaq istəyirəm. Amma təmiz 23 var. Bu M3 məncə yaxşı olar. Bu M3 alaq. Belə. X-Drive logosu da yığmaq istəyərdim bu M3-ə. Yəni məncə M3-lərə, yəni belə köhnə model BMW-lərə X-Drive logosu yığılmır. Onun üçün X-Drive logosu yerinə bir dəfəlik bunu ataq belə. Rəng kolunu yapışdırdıq üstünə, bastıq getdi rəng kolunu. Biraz çox da qalın, nə çox qalın da incə olmayan şəkildə düzəltdik, kopyaladıq, əydik. Biraz belə. Biraz belə, biraz da belə. Biraz bunu belə eləyək. Bunu məncə biraz belə böyüdək. Biraz bunu belə eləyək, böyüdək. Hazır. Oldu. Seçdik bunu. Belə elədik. Biraz da belə elədik. Kopyaladık bunu. Belə elədik. Biraz belə böyütdük. Bəsdir. Qırıldım. Mığını aldıq. Taşım mobizeni sürüşdürdüm. Bunu belə elədik. Bunu belə elədik. Bunun ortasına olacaq. Şəkildə hə. Hazır.
BMW logomuz hazır. BMW logomuz hazır. Böyle bunu belə. Ondan sonra gəlib bunu seçirik ya da bunu seçək birinci. Bunu belə eləyək. Allah. Yani hardan baksan 11-12'de gelip 1 saatlıq videolarda bunlar. Biraz bunu belə eləyək, uşaqlar. Sonra bunu belə eləyək, sonra onu belə eləyək. Ondan sonra gəldik, bunu bir dəfə seçdik. M5 logosunu hazırlayaq. Deyəcəksiniz ki, bunun arası 5 oxşuyur. İndi göstərəcəm sizə nəsə 5 oxşuyur. Oxşadılırsa bunu belə eləyirsiniz. Kopyaladıq bunu. Siz də yəni belə M5 logosu düzəldə bilərsiniz. M5 logolarınızı siz də belə düzəldə bilərsiniz. Həm sayı oxşuyur, həm də 5 oxşuyur. Dəqiqə bunu seçməyələm, biraz bağlaşdıraq. Maşının rəngi 004 400 peki nedir? 004422 004422 M5 logomuz hazır. İndi göz seçək. Bunu seçək, qırmızı eləyək. Orijinal eləyək. Bunu bu rəng eləyək. Kopyalayaq. Bu rəng yox, bu rəngə yaxın bir şey eləyək. Seçdik bunu. Bunu belə elədik. Bunu belə elədik. Seçdik bunu. Bir dəfə kopyaladıq. Bir dəfə kopyalayandan sonra onu belə qoyduq bura. Bunu seçək.
M5 logomuz da hazır. Buraya bir yeni var. Passat gaz var. Düzelttik. Zaman da var oyunda. Neyse yığarım da. Passat 2.0 Tili. Tisi. Daha doğrusu Tili ya Tisi. Logos falan. Kara logo seçtiğim ben. Tisi. Bunun qabağına sizdən mən qəşəng migalka qoyayım yoxsa biraz basaq. Arxası yerdə, üzü ayda. Biraz da Passatka ilə Perolog belə bilinsin ki, yəni Azərbaycan maşınında. Dalını bastıq aşağı, biraz da qabağını qaldırdıq. Bunu rentakara istəyən olsa deyər. Açıq-saçman vermək istəyirəm. Bunu necə eləyim mən? Buna sizdə başqa nə vurmaq olar? Passata. Nə vurmaq olar sizə başqa? Qəza fiziği eləsəm, bu Passatın da roleplay gələ bilər. Yəni siz də bunun roleplayını gətireyim. Yəni bununla taksi zat işləyək. Bir dənə bunu sürmək istəyirəm mən. Bunu sırayla gələn video problem yoxdur. Lexus'dur. ISF. Xoşuma gəlmir mən. Lexus sürmürəm. Boş-boşuna saxlamışam deyəcəyim ha. Bu başqa temadır. Bunu işlətmirəm. Deyək. M3'ü çox da işlətmirəm ama nəsə. M3 logosu çox böyük deyil bunun. Arkadaşlar sizcə bunun M3 logosu çox da böyük deyil. Bunu biraz balacalaşdıraq. M3 belə yaxşı gələn və bunda düzəllər problem yoxdur. Nəyimiz var başqa burada? Buna yaxşı bir şey yığmaq olar. Bunu yoxlayaq görək. Bunun üstünün diski dəyişəkdir. Həm də buna Perolog verəndə ləzzət də alınır. Yəni bunun hər şeyini sökək. Bunun da logo yeri var. Bilmirəm də yəni bu nədir, bu nədir, çatmadım. Bir dənə Niva'ya baxmıyorum. Oya Niva'sını vaxtdan geldi, bu nədir ya? Niva. Bunu yığmaq istəyirəm, görün nətər dursa. 4x4 yazısını söktük. Bir yandan Nivalı deyənizi yazmaq istəyirəm. Niva. Balacalaşdır.
Legends. Bu Lada logosu yığmaq istəyirəm. Niva. Lada logosunu da yığa bilmirəm da. Sizdə Lada logolu Niva varsa, yəni istəyir 50 milyon, istəyir 20 milyon azara mənə sata bilərsiniz. Yəni yığamıram da. Lada logosu deyirsən əlində yığılmayacam da. Lada logosu deyir yığma da məni. Lada logosunu mən yığa bilmirəm. Yəni bir dənə şey Lada logosunun üstünə bunu basa bilsəydim, qoyardı TikTok'a da. Yəni bunu bilmirəm də mən nətər yığımsa. Uşaqlar, bir də sizə onu deyim ki, TikTok'da bugün Get-Alp oynayanda, bir şey gördüm. O BMW nömrə qabları, nömrə qabını eləmək istəyirəm gələn videoda. Nömrə qabı alındıra bilsəm nə geçən nömrə qabı eləmək istəyirəm. Bunu necə eləmək olur? Qız gəlib deyir ki, bu təzən 17-lər çox qəşəkdir. Yəni, oğlanların da ağlında qalan köhnə 17-lərdə. Təzən 17-nin yəni uşaqlar. Onu sizə deyim ki, təmiz zayını çıxardıblar da. Yəni, köhnə 17 oğlanların ağlında qaldı. Yəni, təzən 17 sevilmədi. Sevildi, amma çox sevilmədi. Çox sevilmədi deyəndə köhnə 17 kimi çox sevilmədi. Köhnə 17 qədər heç vaxt sevilə bilməyəcək. Çünki köhnə 17 hamının ağlında qalan bir şeydir. Yoxsa indiki 17-nin zayını çıxardıblar təmiz. Amma köhnə 17 elə idi. Hamı sürürdü. Hamının istədiyi maşını idi. Nə bilim valla. Çok düştük. Kalktı basılanda bizden başkası katlanmaz hepsi sahte. Boş boş arkadaşlarını kandırma. Gördüğüm herkes yok sen. Bir tane bunu böyle eləyək. Niva. Legendas. Ha. Cidden bana patron. Bir tane belə. Deməli, bu videodan sonra canlı asmağı fikirləşdim uşaqlar. Deyəcəniz, hazır. Gələn videoda da Lada logosu yığa bilsəm Lada logosu yığacağım uşaqlar. Sağ olun, salamat qalın.